Salam, sizi yeni bir videomdan salamlayıram. Hər birinizi xoş gördük. Bu günləri vinegret hazırlayacağım. Vinegretin mən yəni ərzaqlarını bəzilərini çiğ halında yəni doğrayıram, bəzilərini isə bişmiş. İndi kartoşkalarını belə deyim çiğ halında doğrayacağım. Çünki çiğ halında doğrayanda rahat olur. Yəni mən bəzən elə olur ki, belə bişmiş kartoşka istər staliçni də olsun, istər bir başqa salatda olsun, tam tuttura bilmirəm. Mənə rahat gəlmədiyi üçün hər zaman da çiğ halında doğrayıb bişirirəm. Ondan sonra yəni salata qatıram. Bəzən görürəm ki, yəni soyutma kartofu qoyurlar, bişir, sonra doğrayırlar, amma mən elə edə bilmirəm. Kıvamını tam tuttura bilmirəm. Ona görə də elə doğradım, kartoşkalarını doğrayım, qoyum bişsin. Sonra isə o birisi, yəni ərzaqlarını doğrayıb hazırlayacağam. Bilmirəm sizin evinizdə də elədirmi? Bizim evimizdə sevə-sevə, yəni yeyilən bir salatlardan biridir. Deyirsiniz ki, yəni asan bir salatdır, elə bir yəni dadlı da deyil, amma nə bilim bizim evdə çox sevilir, çox uşaqların sevə-sevə, yəni yediyi bir salatdır. Nə staliçini, nə bir başqa salatı o qədər də belə tutmurlar. Bir vinegreti, bir də qardalı salatını çox sevirlər. Ona görə də tez-tez hazırlayıram. Elə dedim ki, çəkim. Bir kanalımda da bir vlog olar. Sizlərlə də paylaşaram. Yəni onsuz da içərisinə bir ərzaq getmir, asan bir yəni salatdır. Öyrətmək məqsədi ilə yenə deyirəm, çəkmirəm, sadəcə bir vlog olaraq çəkdim. Yəni dedim həm də kanalımda bir vlog olar. Çünki köhnə kanalımda var idi, amma təəssüf ki, o kanalım silindi. Amma istədim yenidən bu kanalımda da yəni olsun. İstəyirəm bir neçə salat növləri kanalımda olsun. Tək salatlar yox, elə də şirniyyatlar, elə də yəni yeməklər olsun. Sırf mənim yəni istəyirəm ki, kanalımda o cürə o formada vloglar olsun. Ona görə də çalışdığım qədər də tez-tez çəkib paylaşmaq istəyirəm. Yenə deyirəm, öyrətmək məqsədindən yox, sadəcə bir vlog olaraq yəni çəkmək istədim. Bilmirəm sizlər necə, sizlər də tez-tez hazırlayırsınızmı? İnanırsınız, yəni hazırladığım anda yəni uşaqlar mən qoydum ki, biraz dinlənsin. Heç qoymadılar ki, dinlənməyə, rəngi çıxmağa imkan vermədilər. Elə tez də yedilər. Bir balaca kasa səhərə qalmışdı. Yəni bir günün içərisində bu düzəltdiyim, özü az düzəltməmişdim. Yəni bu qabla bir düzəltmişdim, amma yenə də yedilər. Dediyim kimi heç bir salatı belə tutmurlar, amma nəinki vinegreti. Mən kartoşkalarımı doğradım kub-kub. Nə elə iri doğramıram, nə də elə balaca, yəni xırda doğramıram, balaca doğramıram. Deyərsiniz kartoşkası çoxdur. Yox qızlar, çox deyil. Yəni böyük, yəni götürmüşəm. Ona görə də çox etməmişəm. Sadəcə belə deyim, çuğundurunu 2 dənə götürmüşəm. Çuğundur da bilmirəm qızlar, sizdə də axır vaxtları belədirmi? Hər dəfə deyərsiniz ki, videolarda o söz işlədirsən. Mən bu axır vaxtları aldığım çuğundurlar bilmirəm niyə o qədər də yaxşı rəng vermir. Deyirlər ki, balacasını balacada yaxşı rəng verir. Balacasını da götürmüşəm. Yəni xırda ölçülüsünü, amma yenə də o rəngi sırf o rəngi tuttura bilmirəm. Əvvəllər alırdıq, qıpqırmızı çıxırdı. İndi çuğundurun rəngi demək olar ki, heç yoxdur. Nə qədər çalışırsan ki, balacasını götürəsən, baxırsan ki, əlinlə yoxlayırsan ki, yaxşı çuğundurdur, alırsan, gətirirsən evə, amma yəni istər turşularda olsun, istər yeməklərdə olsun, o qədər yaxşı rəngi çıxmır. İstədiyin rəngi aldıra bilmirsən, belə deyim. Kartoşkalarımı isə doğradım, qoydum bişməyə.
bişsin. Ona kimi də mən o birisi ərzaqlarımı doğrayım, hazırlayım. Mən 2 baş soğan götürmüşdüm qızlar, amma sonra gördüm azlıq eləyir. Bir baş da sonra əlavə etdim. Onu videoda çəkməmişəm. Amma 2 baş qırmızı soğan. Siz istəsəniz ağ soğan da vura bilərsiniz. Olmayanda, əlimin altında qırmızı soğan olmayanda, yəni ağ soğanda edirəm, amma indi ağ soğan yox, qırmızı soğanla etdim. Həm qırmızı soğan dadına görə bir başqa dad verir, həm də rənginə görə o da bir rəng qatır. Ona görə də elə qırmızı soğanla etdim. Çox elə nə iri, nə elə xırda doğramıram. Yəni kartovundan biraz xırda doğrayıram ki, ümumiyyətcə kartovu da iri götürməmişəm. Nə də elə xırda götürməmişəm. Çünki iri götürəndə də belə deyim, elə bir ki salatın içərisində çox iri görsənir, böyük görsənir, vidini yitirir. Ona görə də normal bir şəkildə götürmüşəm ki, nə elə iri olmasın, nə elə xırda olmasın. Soğanlarımı doğrayım, qaba töküm. Ona kimi də kartoşkam bişsin. Çuğundurum da yenə dediyim kimi qoymuşam bişməyə. Bişsin, soysun. Doğrayım, başlayaq sizlə bərabər salatın içərisini hazırlamağa. Sizlər hansı salatı sevirsiniz? Mənim üçün maraqlı olar. Yorumlarda sizlərin fikrini gözləyirəm. Maraqlı olar. Hansı salatları daha çox sevirsiniz? Evinizdə hansı salatları daha çox hazırlayırsınız? Onu sevə-sevə yəni yeyilir, belə deyim. İstər uşaqlarınız tərəfdən, istər özünüz tərəfdən. Bizim evdə dediyim kimi bir qardalı salatı, bir vinegret salatı, yəni demək olar ki, sevə-sevə yeyilir. Mən düzdür, uşaqlar nar salatını da sevirlər. Nar salatı da deyəndə, yəni mimozanı, şubanı üstü narlı eləyirəm. Deyirlər ki, nar salatı adını elə qoyublar. Yəni sırf elə nar salatı deyil. Onu sevirlər biraz da. Yəni amma bunu qədərində yəni sevmirlər. Ona görə də vinegreti tez-tez hazırlayıram. Soğanlarımı doğradım. Üzərinə lobya bişirib əvvəlcədən mən soyuducuda saxlayırdım. İndi çıxartmışdım, qırağa qoymuşdum. Lobya atdım. Bir də xiyar turşusu. Bir də onu deyə bilərəm ki, hər zaman qırmızı kələm şorabası yəni doğrayırdım. Ağ da olardı, amma çox vaxt qırmızı kələm şorabası olanda əlimin altında onu edirdim. İndi şorabam bitmişdi deyən sırf eləcə xiyar tutması doğramışam. Yenə dediyim kimi zövqlər müxtəlifdir. Siz istəsəniz həm xiyar, həm kələm tutması da edə bilərsiniz. Mənim əlimin altında olmadığı üçün sadəcə xiyar tutması etdim. Amma hər ikisini də edəndə çox gözəl, çox da dadlı olur. Mənim sadəcə əlimin altında olmadığı üçün vurmadım. Xiyarları da kub-kub yenə dediyim kimi nə çox iri, nə çox da xırda doğramıram. Normal o birisiləri necə doğramışdım, o birisi tərəvəzləri necə doğramışdım, bunu da o formada doğrayıram. Əlimlə də suyunu sıxıram ki, istər-istəməz xiyarın özünün suyu olur. Nə qədər əvvəlcədən xiyarı sudan çıxartsaq da belə o ortasını doğrayan vaxtları suyu olur. Suyunu sıxıram, elə atıram ki, yəni suyu buraxmasın. Salatda istər-istəməz xiyarın, adi sveji xiyarın belə suyu çıxır. Elə də xiyar turşusunun həm duzlu suyu çıxır, həm belə salata su buraxır. Ona görə də elə əlimdə sıxıb atıram. Çox vaxt aşüzənə qoyurdum. Aşüzəndə suyu çəkilirdi. İndi tələsi uşaqlar çox istəyirdilər ki, tez ol, yəni hazırla. Elə tez hazırlamaq üçün də elə tələsi hazırladım. Heç dediyim kimi rəngini çıxmağa belə qoymadılar ki, bir rəngi çıxsın, biraz qarışsın, dadı tamı bir-birinə qarışsın. Qoymadılar. Elə o anında da elə hazırladım, yedilər. Çünki həm məktəbdən gəlmişlər, həm də sevə-sevə yəni istədikləri salat olduğu üçün də sevə-sevə də yedilər. Belə suyunu da sıxdım, tökdüm. Yəni əlimlə bərk sıxıram ki, suyu tam çəkilsin. Ondan sonra yəni qabın içərisinə tökürəm.
Bilmirəm, bəzən görürəm ki, vinegret salatının içərisinə yer kökü də vururlar, amma mən də vurmuşam. 1-2 dəfə vurmuşam. Uşaqlar sevmədiyi üçün, yəni elə vurmamışam. Bilmirəm, özüm də o qədər də sevmədim. Elə bil ki, yer kökü biraz dad verirmi deyim, biraz dadını dəyişirmi deyim vinegretin, yəni o əsl vinegretin dadı gəlmir. Ona görə də vurmuram yer kökünü, amma görürəm ki, yəni YouTube-da da görürəm, belə kimdən də ensə də eşidirəm ki, yer kökü də vururlar, amma mən vurmuram. Uşaqlar sevmədi, özüm də sevmədim, ona görə də vurmadım. Dediyimiz kimi bu gürcülərin yəni salatıdır. Adətən bunu gürcülər daha çox tez-tez hazırlayırlar. Onların sevə-sevə yedikləri bir salatdır, belə deyim. Amma yəni bizim evdə də çox sevilir. Mənim özüm də çox sevirəm. Elə uşaqlıqdan anam hər zaman hazırlayardı. Mən özüm də, yəni belə düzdür, staliçini də sevirəm, amma mənə bu daha dadlı gəlir. Deyərsiniz ki, staliçim ondan dadlıdır, amma nəsə mənə bu daha xoş gəlir. İstər qış olsun, istər yay olsun, hər zaman da hazırlayıram. Düzdür, qışda yəni hər bir şoraba olur, istəyir kələm olsun, istəyir xiyar tutması olsun, amma yayda bəzən elə olur ki, ona görə bir balaca kələm alıram uşaqlara görə ki, kələm tutması edirəm tez vinegret hazırlamaq üçün. Bəzən də bir balaca bankada elə xiyar tutmasını edirəm ki, uşaqlar, yəni tək qışda etmirəm, elə hər zaman da yayda da edirəm. Çünki sevirlər, sevə-sevə yeyirlər. Ona görə də hər zaman da tez-tez də edirəm. Xiyarı da doğradım. Lobyanı da tökmüşəm, soğanı, lobyasını. İndi isə çuğundurunu da doğrayım. Atıb, onun kartoşkam da ona kimi də bişər, hazırlayaram. Dediyim kimi qızlar 2 ədəd götürmüşəm. Düzdür, elə böyük ölçüdə götürməmişəm, amma heç rəngi deyilən çıxmır. Əvvəllər alırdıq, adi çuğunduru doğrayanda əlimiz qıpqırmızı qızarırdı, rəng verirdi. İstər doğrama taxtasının üzəri elə günə düşürdü ki, indi heç o əsər əlamət yoxdur o çuğundurdan. Bu qədər çuğunduru alıram, heç rəng deyilən bir şey çıxmır. Bilmirəm, sizin də başınıza gəlibmi? Gəlibsə də yorumlarda fikirləriniz mənim üçün maraqlı olar. Bəlkə də bilirsiniz çuğundurun sortu hansı yaxşı sortdur, o sortları bilirsiniz, elə alırsınız ki, rəngi yaxşı çıxsın. Əgər aranızda bilən varsa da yorumlarda hər birinizdən gözləyirəm. Mənim üçün maraqlı olar ki, niyə mənim hər dəfə aldığım çuğundurlar belə yəni rəngsiz çıxır. Nə qədər istəyirəm ki, istədiyim rəngi alam, yəni çuğundurda o rəngi almıram. Bilirik ki, yəni çuğundur rəng vermək üçün, yəni düzdür, belə deyim, onun soku da xeyirlidir. Amma o istər yeməklərdə, istər sokunu içəndə, istər yeməyə atanda onun yəni xeyirli cəhətləri çoxdur. Amma mən heç indiki çuğundurlarda heç o rəngi görmürəm ki, o çuğundurlar o rəngi versin. Rəngi yoxdursa da demək olar ki, belə nəticəyə gəlirəm ki, xeyri də dəymir. Bilmirəm, bəlkə də dərmanla yetişdirilir, bəlkə də çox dərman vurulur. Əvvəllər dərman vurulmurdu. Çuğundurun öz rəngi olurdu. İndi bəlkə də tez yetişdirməkdən ötəri dərmandan çox vururlar. O da rəngini aparır. Ola bilər. Nə bilim, indiki istər göylər olsun, istər meyvələr olsun, hamısı yəni dərmanla yetişdirilmiş bir yəni meyvələri də olsun, istər çuğunduru olsun, adi bir yer kökü alırıq. Əvvəllər yer kökü elə olmurdu. İndi bir şumal, tərtəmiz yer kökləri olur. Hamısı dərmanla yetişdirilmiş bir şeydir. Bilirik ki, ziyanlıdır. Yəni bizə çox ziyan verir, orqanizmimizə zərərlidir. Adi aldığımız göyləri eşidirəm deyilənə görə dərirlər, səhəri bir də dərman vururlar, səhər bir də bazara çıxardırlar. Hamısı ziyanlı, orqanizmimizə ziyan verəcək bir
Yəni istəyir göy olsun, istəyir tərəvəz olsun, hər bir şeyi bizim orqanizmimizə ziyanlı bir şeydir. Amma nə yazıq ki, bizə faydasını bilə-bilə ki, faydalı bir şeydir, deyirik ki, onu alaq, amma faydasız bir ərzaqlar olsun, istər-istəməz bilirik ki, bunun faydası xeyirli olsa da belə, amma indi o faydası yoxdur, keyfiyyəti yoxdur. Hamısı orqanizmimizə ziyanlıdır, ziyan verir. Hamısı dərmanla yetişdiyi üçün də yəni orqanizmimizə ziyan gətirir. İstiotunu da tökdüm qızlar. Biraz duz istiot. Çünki duzunu az tökdüm ki, xiyar tutması çox duzludur. Ona görə də elə ehtiyac deyil. Çox tökmədim. Çox da duz bilirik ki, ziyandır böyrəklərimizə. Ona görə də çalışdığım qədər az tökdüm. Bacardığım qədərində üzərinə də duru yağını tökəcəm. Mən deyirsiniz ki, niyə petruşka vurmamısan? Onun göyü olmasa o vinegret dadı olmaz. Bizim uşaqlar bildiyiniz kimi hər bir videomda onu qeyd edirəm. Yəni bizim uşaqlar göy yemirlər deyən, ona görə də vurmuram. 2 dəfə vurmuşam. O vinegreti heç dillərinə də vurmayıblar ki, içərisində göy var. Amma göy olanda heç yemirlər, amma göy olmayan vaxtları dediyim kimi vinegreti yəni sevə-sevə də yeyirlər. Ona görə də göy vurmadım. Onlar necə istəyirdilər, onu o tərzdə də hazırladım. Amma yəni kim istəsə vura bilər, zövqlər müxtəlifdir. Sadəcə mən vurmadım. Evdə uşaqlar sevmədiyi üçün də vurmadım. Amma belə qonağım gələndə, qonaq üçün hazırlayıramsa da onda uşaqların payını götürürəm, qırağa qoyuram. Yəni sırf süfrəyə verdiyim vinegretin üzərinə yəni göy doğrayıram. Bildiyimiz kimi ona petruşka gedir. Elə də petruşkasını doğrayıram. Belə qızlar qarışdırdım. Gördüyünüz kimi nə qədər qarışdırıram. Düzdür, hələ təzədir. Biraz durub yəni rəngi bir-birinə qarışmalıdır ki, o rəngi çıxsın. Amma tam ürəyimdə istədiyim qədərində rəngi çıxmır vinegretin. Demək olar ki, burada da biraz videoda da düzdür çıxıbdı, amma yəni videoda da bilmirəm, tam o qədər də rəngini göstərmir, açıq göstərir. Amma dediyim kimi yəni o rəngi aldıra bilmədim. Nə qədər çalışdım, yəni rəngini çıxarda bilmədim. İstər-istəməz qırmızı soğan da qatdım. Amma yenə də o istədiyim qırmızı rəngini aldıra bilmədim. Belə mən hazırladım. Sağ olun, Allah amanında qalın, göz haqqınızı halal edin. Əziz izləyicilərim, kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Yorumlarda da fikirləriniz mənim üçün maraqlı olar. Baxıram, görürəm, yəni baxırlar, baxış sayı çox olur, amma bəyənmə sayı az olur. Belə deyim qızlar, əziyyətimizin dəyərini sizlərdən gözləyirəm ki, o çəkdiyim əziyyətə siz dəyər verəsiz, siz bəyənəsiniz, siz bəyənməlisiniz ki, bizim də həvəsimiz artsın, bizim də kanalımız böyüsün, biz də həvəslənək, növbəti videolar çəkək, paylaşaq. Deyirsiniz ki, özün üçün videolar çəkirsən, amma sizlərin sayəsində mən həvəslənib bu videoları çəkirəm, bu kanalı açmışam. Sizlərin sayəsində istəyirəm ki, kanalım böyüsün, abunəlik sayımı tamamlayım, saatımı tamamlayım. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər kanalıma yenə deyirəm, abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Yorumları da eləcə də sizlərin hər birinizdən gözləyirəm ki, mənə dəstək olasınız. Mənim kanalımı böyüdəsiniz. Sizlərin sayəsində mənim kanalım böyüməyini istəyirəm ki, sizlər mənə dəyər verib mənim kanalımı izləyib mənim kanalımı böyüdəsiniz, əziz izləyicilərim. Növbəti videolarımda görüşənə qədər.